Sabah ölkə ərazisində hava şəraiti isti keçəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 8-10, gündüz 15-20 dərəcə isti, atmosfer təzyiqi isə 768 mm civə sütunu təşkil edəcək. Naxçıvanda da sabah yağıntı gözlənilmir. Havanın temperaturu 13-17 dərəcə isti olacaq. Aprelin 19-da Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir, lakin bəzi yerlərdə gündüz qısa müddətli, xüsusən də şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 5-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.